İnvestorları dəyər tələsində saxlayan sadəcə maliyyə savadsızlığı deyil, həm də psixologiyadır. Lövbər effekti. İnvestor qrafikə baxır. Bu səhəm 2 il əvvəl $100 idi, indi isə $30. Yenidən $100 qayıtmasa belə 60-a qayıtsa pulumu 2 qat edərəm. Burada kritik bir səhv var. Bazarın yaddaşı yoxdur. Səhmin keçmiş qiyməti onun gələcək dəyəri barədə heç nə demir. Şirkətin yeni fundamental dəyəri bəlkə də elə $20-dır. Keçmiş zirvələrə lövbər salmaq sizi batırar. İkinci, batmış xərc yanılğısı. Artıq 40% zərərdəyəm, indi sata bilmərəm. Gözləyəcəyəm ki, heç nə olmasa da öz qiymətinə qayıtsın. Bu investorun ən böyük düşmənidir. Unutmayın, itirilmiş zaman itirilmiş pula bərabərdir. Siz illərlə ölü səhmdə pulunuzu dondurarkən fürsət xərci ödəyirsiniz. Həmin pulu S&P 500 indeksinə və ya böyüyən bir şirkətə qoysaydınız, o zərəri çıxardardınız, üstəlik isə qazanc əldə edə bilərdiniz. Zərəri kəsmək, yəni stop loss daha yaxşı fürsətlərə keçmək üçün peşəkarlıq əlamətidir.